Çap elətdirir. Mən vaxtınızı çox almaq istəmirəm. Mən bircə şey qeyd etmək istəyirəm ki, Müşfiqin təkcə Borçalı ədəbi mühiti haqqında araşdırmaları elə Müşfiqin yaşaması üçün kifayətdir. Çünki azdan çoxdan mən də maraqlanıram. Mənə elə gəlir ki, ilk araşdırıcılardan Borçalı ədəbi mühitinin Müşfiq sənsən. Sənin o kitabın haradasa bir səhv eləmirəmsə 20 il bundan qabaq nəşr olunur və o sənin deyəsən namizədlik dissertasiyasının mövzusudur. Və burada dedilər ki, çoxdan Müşfiq kandidat nəhq olmalıdır, bəlkə də doktor nəhq olmalıdır. Bunun belə gecikmə səbəbi bunun bilavasitə bu işlərə məşğul olmasıdır. Yəni kitablar bura, Borçalı toponimləri haqqında məsələn rəhmətli Mədət müəllimlə birgə 3 tonluq kitablar ərsəyə gətirir. Sonra Borçalıların ancaq Borçalıda yaşayan o yazarların kitablarını nəşrində xüsusi xidmət olub. Burada olanlar hamısı ədəbi ictimaiyyətə məlum olan şəxslərdir və Sovet dövründə də indi Borçalıdan burada olanlar əksəriyyəti həm qiymətləndirilib, həm də mütəmadi olaraq Azərbaycan mətbuatında nəşr olunub kitabları çıxıb. Ancaq Borçalıda yaşayanlar və yaxud da biraz da özlərini belə kölgədə saxlayanlar. İndi mən bəzilərini tanıyıram, əvvəl müəyyən əsərlərdən qəsillərə də düşüb burada tərcümələri, şeyləri. Ancaq özlərini çox da belə gözə soxmayıblar da, bir kobud dildə desək. Mən zırmışım, o arada Müşfiq o insanların hamısının ədəbi ictimaiyyətə təqdim olunmasında xüsusi xidmətləri var. Mən vaxtınızı almaq istəmirəm. İnsan təbrik edirəm. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Allah. Özünüz gəlməyi dilən güzel, padatan güzel hərəkət. Sağ ol. Yıllar mənim təşəkkür edirəm. İndi isə mən sözü vermək istəyirəm. Borçalı turistlərin böyük hərflərlə vətənlərdən olur. Alim, xeyriyyəçi Hüseyin Artıloğlu'na. Sağ olun. Bu tədbiri təşkil elədiyinizə görə çox təşəkkür edirəm. Müşfiq bəy tək Borçalı üçün yox, Türk dünyası üçün çox dəyərli bir insandır. Onun haqqında nə desəniz, mən elə düşünürəm azdır. Mən tanıdığım büyük Borçalı üçün çalışan, Borçalı üçün yaradan, gələcək tarixçilərimiz üçün tədqiqat yer buraxan ən dəyərli insanlarımızdan biridir. Müşfiq bəy, çox sağ olun ki, varsınız, Borçalı üçün çalışırsınız. Mən elə gəlir ki, insanlara qiymət verəndə onun yaradılıcılığına baxmaq lazımdır, nə edin. İndi kim kitab buraxır, yəqin bilir də kitab əziyyətini. O sazlı sözlü Borçalı əsərini qabaqlar buraxdı. Sonra Borçalı ensiklopediyasını buraxdı. Yəni bunların, bu ensiklopediyanın özü, yəni oradakı toponimlərin adlarının verilməsi, qabaqda gedən insanların adlarının verilməsi elə belə asan bir tədbir işidir. Bu böyük bir elmi fədakar əməyin nəticəsidir. Müşfiq bəy, çox danışmaq olar, Allah səni var eləsin. Sənin o tədqiqat sahəni bilən insanlar daha yaxşı sənin haqqında söyləyə bilər. Ancaq mən sizin əməyinizin nəticəsi olaraq sizə təşəkkür edirəm. Sağ olun. İndi isə söz vermək istəyirəm. Nazim Qolxova, buyursunlar. Sağ olun. Dəvət üçün təşəkkür edirəm. Mən Müşfiq müəllimi təbrik edirəm. Uzun danışmayacağım. Bəlkə Sabir müəllim danışar, təbrik edirəm. Sağlam ömür arzulayıram. Biz yaşlandıqca bilirik ki, sağlam ömür vacibdir. 55 nə yaşdır ki? Cavanlığın, gəncliyin müdrikliyidir. Sizə qocalığın müdrikliyini arzulayıram. Təbrik edirəm. Sağ olun. Sabir müəllim, buyurun sizə söz. Ümumiyyətlə, Müşfiq haqqında bu qədər sözlər danışılacaq ki, ona görə bu kişi gənclik illərindən
bu işlə məşğuldur və əsas onu Musa müəllim çox geniş izah elədi, hamı danışdı. Mən Müşfiq Borçalının bir zamanlar Tiflisdə Azərbaycan xalqının deməli məşhur oğulları hansı bizim xalq üçün rol oynayırsa, məsələn, elə Həsən bəy Zərdabidən götürülür. Bizim ilk çap, ilk mətbuat xadimimiz. İndi Müşfiq Həsən bəy Zərdabinin müasir formasıdır. Ondan sonra 19-cu əsrin axırları, 20-ci əsrin əvvəlləri bizim məşhur deməli söz adamları, yazıçılarımız, şairlərimiz hamısı Tiflis ədəbi ictimai mühitində formalaşdı və böyük Azərbaycana pərvaz elədilər. Azərbaycan xalqının məşhur oğulları Cəlil Məmmədquluzadə, sonra Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, hamısı o məktəbin yetirmələridir. Şirvanda olmaqlarına baxmayın. Tiflis ədəbi ictimai mühiti elə bir gözəl, elə bir məşhur, elə bir fundamental deməli onun əsası olan məktəb idi ki, o artıq gəldi, böyük Azərbaycana çıxdı. Və bizim təkcə Azərbaycanda yox, təkcə Borçalı mahalında yox. Bütün dünyaya səpələnmiş Borçalıların istinad yeri, nəfəs yeri, onun deməli sözünü demək yeri Müşfiq Borçalının o nəşriyyat evidir, onun yaratdığı zirvə informasiya mərkəzidir. Hamı orada sözünü deyə bilir. Müşfiq müəllim, mən sizə uzun ömür, can sağlığı arzu edirəm. Gün o gün olsun, gün o gün olsun. Prezident elmlər doktoru. İnşallah. Mən bunu da demək istəyirəm ki, Mədəd Çobanov kimi bir kişinin oğlu gör öz zəhmətinlə 50 yaşında idi deyəsən. Amma başqaları çoxdan onu hətta nə bilim haralara qalır. Nəysə, can sağlığı. Allah həvət mənim. Təbrikinizə görə. Buyurun. İcazə verin. Artıq nəyin sabahı. Bizim Sadaxlının deməli İlyas Adgözəlinin və naşir rolunu Nazim Poluxov nə mənədir? Və bizim ictimai birliyimiz tərəfindən çap olundu və Borçalının Sadaxlı dünyası ensiklopedik bir kitabdır. Və belə kitablar həmişə deməli biz bunu hətta bizim gənclərimiz toy eləyəndə onlara bağışlayırıq. Gözəl əməkdir. Bəli. İkinci bir kitab, bu mənim zəhmətimin bəhrəsidir. Hətta deməli İsimxan Cəfərli Sadaxlıda el şairidir. Bir dərvişəm sözdüyü kimi. Çox gözəl şeirləri var. Onun haqqında, bunun mən həm redaktoriyam, həm tərtibatçıyam, həm də nə bilim redaktoriyam. Nazim müəllimin uşaqlıq xatirəsi şeirlər kitabıdır. Mən də istəyirəm, çıxmalı bir əfliyə değişik. Sonu verək. Nazım müəllim, siz təqdim edirsiniz. Məni danışdırmışsınız. Başqa yazıcı, jurnalist, deməli, yazıcı, jurnalist Navoğlu'da belə dərslidir. Mən arzu edirəm ki, bu qələmlə siz böyük, daha geniş, daha böyük, daha qlobal işlər görəsiniz. Eşq olsun. Sağ olun, təşəkkür ederim. Sağ olun. Nazım müəllim, təşəkkür edirəm. Sağ olun müəllim. Çıxışlarımıza görə, rəhbərlərimizə görə təşəkkür edirik. İndi isə sözü vermək istəyirəm əməkdar müəllim, Azərbaycan Pedaqoji Universiteti Zülfiyə xanıma.
Gözəl bir məclis, hamınızı xoş gördük. Hər birinizə diqqətlə baxıram və düşünürəm. Görün nə xoşbəxtsiz. Elinizin, obanızın yetirdiyi bir gözəl ailənin evladının bugün səsinə, sorağına Azərbaycanın hər yerində eşidilən Müşfiq müəllimin yubileyinə toplaşmışsınız. Siz onu dərindən tanıyırsınız, Ramiz müəllim, hər bir Gürcüstanlı. Siz bizim canımızsınız, qanımızsınız, Azərbaycanımızın ayrılmaz hissəsiniz. Hər insanda vətən sevgisi var, yurt sevgisi var. Amma hamı onu ifadə edə bilmir. Mən qısa müddətdə Müşfiq müəllimi tanıdım. Yəni, mən bir material hazırladım, Zəfərimiz mübarək, qələbəmizlə bağlı. Və onun üçün Müşfiq müəllim çox gözəl kömək elədi, biz o kitabı buraxdıq. Mən nəyi müşahidə elədim Müşfiq müəllimdə, başqalarından fərqli olaraq? Əvvələ Müşfiq müəllim böyük bir alimin ocağında dünyaya gəlib. Xoşbəxtlikdir, valideyndə şans olmaq. İkinci, valideyn də xoşbəxtdir ki, onun davamçısı onu layiqincə təmsil edə bilmək. O yaradıcı insandır. Ailənin yeganə oğul evladıdır. Mən onu ayrıca vurğulamışam, bugünkü təbrikimdə də, o gündə. Bir olan pir olsun. Və o yaradıcı insanımızdır. Hamı deyir ki, onda nə gözəldir? İnsan sevgisi, Allahı başının üstə görmək, vətən sevgisi, yurt sevgisi. Bu hamıda var. Amma görə ona hamı ishar edə bilirmi? Hamı onu təbliğ edə bilirmi? Ramiz müəllim, mən gəldim, hamıdan bəlkə tez gəldim. Sizin otaqda oldum. Mən müşahidə eləmişəm ki, Borçalı haqqında silsilə kitabları çıxıb qalın. Müşfiq müəllimin, amma orada görmədim. Mən arzu edirəm ki, yox, bəlkə da, yəni o çöldə görmədim də, amma arzu edirəm ki, o çöldə də olsun, daha geniş təbliğ olunsun. Kitab yazmağı yazarlar bilir ki, bu asan hiçbir şey deyil. Bunun üçün varından yox olursan. Çox maraqlıdır, hamı gecə yatır. Müşfiq müəllim gecə saat 3-ə qədər işləyir. Mən hər dəfə deyirəm, o bir oğuldur, ailəsi var, balaları var, xoşbəxt bacıları var. Mən o cür yanaşıram ona və deyirəm, yaşayın və yaşadın. Bu bizim borcumuz, biz sizi təbrik edirəm. Mən bütün Azərbaycan adından, bütün xalqımız adından, ayrılmaz hissəmiz olan Gürcüstanda yaşayan Azərbaycanlılara da sizi təbrik edirəm. Var olun, yaşayın, yaradın. Ben sizin birinə material gətirmişəm. Kendimize göre. İndi ise söz vermek istedim Cenab Polkovnik Vaqif müəllimə. Buyursunlar. Hörmətli bəylər, hörmətli xanımlar, mən də hamınızı salamlayıram. Müşfiq müəllimdən hamınıza təşəkkür edirəm gəldiyinizə görə. Hörmətli Sosyal Cəmiyyətin sədri, sizə dönülürüz, təşəkkür edirəm. Vətəndaş kimi siz bu borçağını bugün müayyə edir və yaşatdığınıza görə. Qalın məndən öncə çıxış edən dostlar, bəylər və xanımlar və ilk öncə Musa müəllim böyük öz çıxışı ilə az da olsa əlaqələndirdi. Müşfiq müəllim haqqında. Müşfiq müəllim haqqında mən də bir-iki söz deyərdim, ancaq tam bunu öz çıxışımda ifadə etmək üçün buna yəqin ki, zaman lazımdır, mən sizin vaxtınızı almaq istəməzdim. Az və lakanik olaraq müəyyən bir sözləri sizə çatdıra bilərəm. Müşfiq müəllim çox gözəl insani cəhətlərə nə xüsusiyyətlər varsa da, mən elə hesab edirəm ki, o bütün xüsusiyyətlər onda cəmləşibdir. Yaxşı qohumdur, yaxşı insandır. Əsas məsələlərdən biri olan yaxşı atadır, valideyndir, yaxşı həyat yoldaşıdır, yaxşı evladdır və onun başında duran əsas məsələlərdən biri olan bizim Azərbaycanımız üçün yaxşı Azərbaycan oğludur, vətənpərvər oğlandır. Onun vətənpərvər olmasını mən necə hiss edib və necə qiymətləndirirəm. Az da olsa, mənim özümə görə, öz dünya görüşüm var. Onu elə bir qiymətləndirə bilərəm ki,
o borçalımızın bugünkü gün yaşaması üçün əlindən gələni edir ki, borçalı məktəblərdə Azərbaycan dili yaşasın və əlindən gələni edir ki, borçalıdan, elimizdən, obamızdan cəmiyyət buralara köçməsin, orada olursun. Vacib məsələlərdən biri olan, əsas odur ki, təhsilə önəm verir və bunu onunla sübut elədi ki, axırıncı son illərdə bəlkə də atası Mədət müəllim haqqında bir neçə orta məktəblərdə orada müəyyən bir tədbirlər keçirdi. Həmən tədbirlərdə o nə idi? Elmlə bağlı idi. Özünü bilən hər bir kəs elmlə, təhsillə mükəmməl dayaq olmalıdır. Hər bir kəs öz işlədiyi mühitdə, öz işlədiyi yerdə, öz elmi obasını tutmursa da, onu heç vaxt Azərbaycanı istəyə bilməz. Bütöv Azərbaycanı istəyə bilməz. Müşfiq Borçalı üçün bir yıl çox işlər görür, atası rəhmətlikdə çox görmüşdür və onun atası türkçü idi və mən dajımana türk desələr, mən çox fəxr edirəm ki, mən türkçüyəm, türk oğluyam, Azərbaycanlıyam, amma türk oğluyam. Və Müşfiq bugün özünün borçalı olmasıyla əlavə də ancaq türk olmasını mən onda hiss eləmişəm, türk oğlu kimi müəyyən işlər görür ki, Türkiyə üçün bu Turan dövlətinin yaranması üçün və onun müəyyən işləri, imzaları var. Ona görə də ona təşəkkür edirəm. Mən hamımızdan xahiş edərdim ki, borçalıyı savadlı və təhsilinin əsas biz borçalıyı yaşatmaq istəyiriksə də onun təhsilinə önəm verməliyik. Harada kim, nəyində işlədiyindən asılı olmayaraq təhsilə önəm verirəm. Heç vaxt mən demirəm kimsə də kəndçiyi və ya aciz sıralı bir insanı vətəndaşı istəməyər. Xeyr, vətəndaş, hər bir vətəndaş bizim millətimizdir, bizim canımızdır, ciyarımızdır. Ancaq sıralı bir vətəndaşın yüzü bir dənə təhsili olan adama dəyə bilməz. Təhsil önəmlidir. Təhsili olan şəxs hər bir yerdə sözünü deyir və özünü qabağa verir. O, elinin obasını xaricdə çıxarda bilər. Çox sağ olun, diqqətinizi verin. İndi isə sözü vermək istəyirəm jurnalist Ramillə xanıma. Təşəkkür edirəm. Bura gələn hər bir ziyalı insanı salamlayıram. Mən Nur Ocaq Ədəbi Məclisinin adından biz Müşfiq müəllimi öz tədbirimizdə salamlamışdıq, təbrik etmişdik. Bir daha salamlayıram sizi Seyran müəllimənin adından və eyni zamanda məclis üzvləri adından. Mən demək istəyirəm ki, Müşfiq müəllim ziyalı bir ocaqda dünyaya gəlib, amma bugün özü ziyalı ocağıdır. Çünki onun elmindən, təhsilindən, düşüncəsindən, fəaliyyətindən bəhrələnən yetərincə insanlar var. O yaxşı dostdur, o yaxşı həmkardır, o vətənpərvar bir insandır. Təbii ki, burada olanlar hər kəs onun haqqında öz xoş arzu və diləklərini dilə gətirir. Mən demək istəyirəm ki, insanlar var ki, məsələn, hər kəs baxır, ətrafını müşahidə edir. Amma görmək qabiliyyəti hər bir insanda mövcud olan bir şey deyil. Baxmaq göz fəaliyyətidir, amma görmək bir insanı, qarşıdakı insanı görmək, duymaq, düşüncə, şuur fəaliyyətidir. Bu baxımdan Müşfiq müəllim görməyi bacaran insandır və mən düşünürəm ki, o görməyi bacaran insanların arasında onların nümayəndəsindən biri də mənəm və ona təşəkkür edirəm bu baxımdan. Müşfiq müəllim ziyalı insandır. Ziyalı o deməkdir ki, onun elmindən, onun düşüncəsindən, onun fəaliyyətindən digərləri də faydalanır, bəhrələnir. Bu baxımdan onun tələbələri bunu təsdiq edə bilər, onun dostluğundan, səmimiyyətindən bəhrələnən insanlar bunu təsdiq edə bilər. Amma eyni zamanda Müşfiq müəllim həm də yaradıcı insanların dostudur, həmkarıdır və təsəvvür edin ki, o öz nəşriyyatında gör nə qədər yaradıcı insanın demək, kitablarının işıq üzü görməsini, eyni zamanda saytda onların yaradıcı fikirlərinin işıqlanmasına dəstək olur. Bu çox önəmlidir, bu çox vacibdir və bu baxımdan mən Müşfiq müəllimə bir daha uğurlar arzu edirəm. Yeni yaşınız düşərli olsun, uğurlarınız davamlı olsun və icazə verin mən öz şeirimlə fikrimi tamamlayım. Müşfiq müəllim, doğum günün mübarək. Dostlar ünvanlayır, xoş arzu, dilək. Sevinclə döyünsün köksündə ürək. Təbriklər söyləyək, biz əhsən deyək.
Səni hər bir zaman bəxtiyar görək. Müşfiq müəllim, doğum günün mübarək. Yorulmasın duyğun, bitməsin sözün. Sənə yoldaş olsun cəsarət, dözüm. Ömür yollarında qoyduğun izin qoy uğur gətirsin. Ah sən söyləyək. Müşfiq müəllim, doğum günün mübarək. Sevgi ilə bəzənsin ömür sarayın. Zəfərlə gətirsin hər günün ayın. Zirvələrdən gəlsin sovqatın, payın. İnsan əməyi ilə ucalsın gərək. Müşfiq müəllim, doğum günün mübarək. Allah sizi sevsin, sevsin və sevindirsin. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Nur Ocağına təşəkkür edirəm. Seyrə xanıma təşəkkür edirəm. Ramiz müəllim, siz yox idiniz. 4 gün bundan qabaq elə burada onların təmsil elədiyi Nur Ocağı mənim yubileyimi qeyd elədilər. Yüksək səviyyədə iştirak etdilər. Bir daha sizə və bütün kollektivizə təşəkkür edirəm. Var olun. İstəyirəm Borçalı Cəmiyyətinin İdarə Heyətinin üzvü Uğurlu Yol qəzetinin təsisçisi, bizim bir tanınmış jurnalist İlyas Naxçıvanlı. Öncə mənə söz verdiyinizə görə təşəkkür edirəm. Mən demək istəyirəm ki, bugünkü məclisin özünün xüsusi bir əhəmiyyət kəsb etməsini ona görə dəyərləndirirəm ki, mənim Ramiz müəllimdən sonra ikinci tanıdığım zaman baxımından Müşfiq Borçalıdır. Müşfiq Borçalı bizim yerlimiz Vaqif Xəlilovun kitabını nəşr elətdirmişdi 90-cı illərdə. 35 il əvvəl. 35 il əvvəl. 50 ilə yaxındakı Ramiz müəllimi tanıyıram. Mən Ramiz müəllimə ona görə minnətdaram ki, Borçalı Cəmiyyəti İctimai Birliyində sizin kimi gözəl insanlarla üz-üzə gəldim. Mən elə fikirləşirəm ki, burada olan bir 40-50 nəfərlik misal üçün deyirəm, insan ümumiyyətlə bizim ulu Borçalımızı təmsil edir. Ulu Borçalımızın qaymaqlarını, ziyalılarını təmsil edir. Müşfiq müəllimin simasında mən sözün həqiqi mənasında bir dost, qardaş, gözəl ailə başçısı, gözəl oğul görürəm. Və bir kəlmə ilə üzr istəyirəm, özümün belə bir şeirimdən istəyirəm, ifadə edirəm. Atanın yaxşı əməlləri öz atasına rəhmət, öz övladına hörmət gətirməklə qurtarmır. O öz zəhmətini yetişdirdiyi övladda görməlidir. Bu mənada ruhu şad olsun, Mədəd Namazoğlu Çobanoğlu belə bir oğul yetiribdir. Ata, bu addakı hikmətə bir bax. Şərəfdə, qeyrətdə, şan da ondadır. Hər gəncin arzusu ata olmaqdır. Atalıq qüruru sanki qandadır. Ata yol göstərən, nəsihət verən, həyatın sirrini bizə anladan, atalar müdrüşdür, həm uzaq görən, ata hikmətidir bizi yaşadan. Nəcib əməlinlə qazansam belə atana rəhmət de, görsün övladın. Borcundan çıxdım mən, gətirmədilə, atam deyilərək anılsın adın. Övladın atdığı hər bir addım üçün bir ömür boyunca cavab de ata. Ağıllı, kamallı övlad yetirsən, demək ki, sən ondan görməzsən xəta. Bir daha təbrik edirəm, uşağımızın, ulu Borçalımızın qeyrətli oğluna mən. Sağ olun, təşəkkür edirəm. Var olun. Var olun. Teşekkür ederim İlyas müəllim. İndi isə sözü vermək istəyirəm Telli Sənəm jurnalının baş redaktörü Telli Sənəm xanım. Buyursun. Allah sizdən razı olsun. Mən Müşfiq müəllimi 40 il bundan qabaq tanıyıram. Mən Rustavi şəhərində doğulmuşam. Tez-tez şeir yazıları çıxırdı Sovet Gürcüstanında. Mənim də dayım məktəbdə müəllim olduğuna görə onun da yazıları çıxırdı. Onu oxuyanda Müşfiq müəllimi də tanımışdım. Müşfiq müəllim bizim məktəbimizə gəlirdi. Biz olmuşduq o vaxtdan bacı qardaş. Mən sizə təşəkkür edirəm, sizi təbrik edirəm. Telli Sənəm jurnalının ilk belə deyim, mənə dəstəyi Müşfiq müəllimin sayəsində ərsəyə gəlib bu jurnal. Allah sizdən razı olsun. 5 ildir bu jurnalımız işıq üzü görür və bu ayını, bu jurnalımızın bu ayını mən Müşfiq müəllimə həsr eləmişəm və istəyərdim sizə təqdim edim. Ana, istəyirəm sən təqdim eləyəsən jurnalı. Mən gəlirəm. Mən gəlirəm.
Təbrik edirəm, sağ olun. Çox sağ olun, mən sizə Allah təşəkkür sizi var edirəm. eləsin, nə yaxşı ki varsın və birini istəyir ki, cəmiyyətdə qalsın. Bu da yenə sizə. Çox sağ olun. Teşekkür ederiz Tenzin Hanım. Siz var olun. Ana, bu da sənə gəlir. Yerimizi yaparsınız. İndi isə sözü vermək istəyirəm bizim Borçalı Cəmiyyətin İdarə Heyətinin və bizim ofisin rəhbəri şairə Səadət Sədəyev. Əziz gələnlər, əziz dostlar, hər birinizi salamlayırıq, xoş gəlmişsiniz bizim ocağa, Müşfiq müəllimin işığına, xoş gəlib səfalar gətirmişsiniz. Müşfiq müəllimin həyatı hamımız bilirik ki, bir örnəkdir. İstəyir müəllimliyi ilə, istəyir insanlığınla, istəyir fəaliyyətinlə və Müşfiq müəllimin bir